Bürçlərin 17 dekabra ən düz proqnozu. Qoç, gün aktiv başlayacaq. İş və pul mövzularında sürətli qərar vermək lazım ola bilər. Axşam saatları daha rahatdır. Buğa, maddi məsələlər ön plandadır. Gözlənilməz pul xəbəri və ya gecikmiş ödəniş gələ bilər. Səbirli ol. Əkizlər, ünsiyyət günüdür. Vacib danışıq, mesaj və ya görüş planlarını dəyişə bilər. Sevgidə aydınlaşma var. Xərçəng, daxili gərginlik arta bilər. Keçmiş mövzular yenidən gündəmə gələcək. Özünüzü yormamağa çalışın. Şans sənin tərəfindədir. İşdə diqqət mərkəzində olacaqsan. Kiçik risk böyük qazanc gətirə bilər. Qız, detallara fikir vermək vacibdir. Sənə etibar edilən bir məsuliyyət var. Pul xərclərinə nəzarət et. Tərəzi, münasibətlərdə balans bərpa olunur. Uzun müddətdir gözlədiyin bir xəbər gələ bilər. Əqrəb, güclü intuisiya günüdür. Gizli yalan bir məsələ üzə çıxa bilər. Maliyyədə ehtiyatlı ol. Ox atan, yol xəbər və ya ani plan gündəmdədir. Gün ümumilikdə şanslı keçir. Oğlaq, iş və karyera sahəsində irəliləyiş var. Rəhbərliklə bağlı mövzular müsbət həll olunur. Dolça, gözlənilməz dəyişikliklər səni narahat etməyəcək. Yeni fikir və planlar uğur gətirə bilər. Balıq, sezgilərin çox güclüdür. Sevgi və ailə mövzularında xoş sürpriz görünür.